bulka değil, bizim avar xəngəlimizdir. Bura qatıq, duz, soda, yumurta əlavə edib xəmiri qəşəng yoğururuq. Belə orta yumşaqlıqda bir xəmir qoyuruq kənara. Quru ətlə hazırladım, adi yaş ətlə də dadına baxmaq üçün hər ikisində. Ətin kəfini alırıq, sonra süzüb belə suyunu qırağa götürürük. Kartofları sonradan əlavə edirik, pişməyə yarım saat qalmış. Xəmiri ət pişməyə yarım saat qalmış hazırlasanız daha yaxşı olar. Belə gördüyünüz formada kəsə bilirsiniz. Paxlava formasında belə edir. Əti götürürsünüz qırağa. Onun bulyonunda bişir həmən xəngəllər. Atırsınız içinə 4-5 dəqiqə ərzində bişir. Belə şişib üzə çıxacaq. Onu 2 dəfə çevirsəz yaxşıdır. Götürəndən sonra 3-4 dəfə deşin. Sos üçün pomidor və tyorkadan keçirirsiniz. Qəşəng yağda bir balaca bişirirsiniz. Sarımsaq bir də bulyondan əlavə edirsiniz. Belə bulka kimi olur. Çox ləzzətli bir dənə yeməkdir. Bunu yeyib axşama kimi də yemək yeməsəz olar. Axşam yesəz, sonraki gün ortaya kimi də yeməsəz sizi idarə edə biləcək. Roxun taymış xriyal ma'ar olal. Bu sözlər avarcaydı. Nuş olsun.